1 mart artıq biz yollanırıq hava limanına. Moskva uçuşuna hazırlaşırıq. Burada böyük bir növbə var. Əksəriyyət kişilər idi. Uzun növbədən sonra qeydiyyatdan keçib qalxdıq 3-cü mərtəbəyə. Bunu etməsəm olmazdı. Məcbur edirəm biraz gülümsəsin. Moskvaya bu tərzdə geyinib getməsini ona irad bildirirəm. Əyni çünki çox nazik idi, amma sözümə qulaq asmır. Öz bildiyin deyir. Klassik qız bürcü. Bir dənə öz videoya bax. Bütün paltarları üst-üstə geyinmişsən. Nə olub ha? Dəhşətli dərəcədə üşüyən olduğum üçün bu tərzdə Moskvaya geyinib getməyimin normal olduğunu bildirirəm. Tutti Frui'nin yanında da sürprizin layihəsi var, bax belə. Bu sendviçi də 11 manata aldım və artıq qaça-qaça gedirik təyyarəmizə minə. Elçin Bey, bugünler koordinatlarınızı aradı. Kaçmaza. Bu qaça-qaçda cool qızların çəkdirdiyi o videodan mütləq ki, mən də çəkməli idim. Qapıda bizi stüardessa qarşıladı gülər üzlə və bizi yerimizə yerləşdirdilər. Stüardessa təhlükəsizlik qaydalarının izahını verir və budur, təyyarəmiz artıq havaya qalxdı. Çox həyəcanlıyam, ilk dəfədir Moskvada olacağam. Biz UTR hava yolları ilə uçduq. Kampaniyada olduğu üçün biletlər çox ucuz başa gəldi, amma nə yalan deyim, oturacaqları çox narahat idi və ən pisi də o idi ki, içəcək və yaxud da qida alarkən Master, Visa və yaxud da nəqd ödəniş etmək qeyri-mümkündür. Yalnız və yalnız Rusiya bank kartı olmalıdır. Təyyarədən böyük, nəhəng bir çayın axdığını gördük. Nə çay olduğunu bilmədik, amma görüntüsü çox mükəmməl idi. Vnukovo hava limanına eniş etdik. Təyyarədən düşən kimi yollanırıq avtobusa, bizi çıxışa qədər aparsın. Bil-bilmək nə gözəl şey imiş, çıxışı tapdıq və nəhayət aeroportdan çıxırıq. Videonun davamı part 2-də.